Yəni birinci tənliyi həll edin. 2 mötərizəni açsaq olur 2 qız. Açmadan da yaza bilərik. Hər iki onu 2 qız üzərinə gəl. 2-ni 5-ə vurduq. 10 üzərinə gəl. 17 bərabərdir 45-ə. Buradan 2 qız üzərinə gəl. 27 bərabərdir 45. 2 qız bərabərdir 45 27. 2 qız bərabərdir 18-ə. X da bərabərdir 18 böl 2. Yəni x bərabərdir 9. D variantı. Və ya da belə yaza bilərdik. 2 x üstə gəl 5 bərabərdir 45 çıxılsın 17. 2 x üstə gəl 5 bərabərdir 18. X üstə gəl 5 bərabərdir 18 böl 2. Doğrusu bunu çıxanda 28. 28 böl 2. X üstə gəl 5 bərabərdir 14. X bərabərdir 14 çıx 5. Yəni x bərabərdir 9. Yəni hansı yol sizə rahatdırsa, həmin yolla həll edə bilərsiniz. İkinci. Üçbucağın bir tərəfi A. Bilirik, yenə üçbucaq çəkək. 3 tərəfi var. Biri A. Digəri bundan 3 cm böyük. Yəni A üstə gəl 3. Üçüncü tərəfi isə bundan 12 cm çox. Yəni bu da A üstə gəl 12. Bundan dediyinə görə, yəni A-dan veriləndən. Perimetri hansı ifadə edir? Bilirik, perimetri tapmaq üçün üçünü də toplamadır. A üstə gəl 3, A üstə gəl 12, A, 3 dənə A var. 3A üzərinə gəl, ədədlərimiz də 3 ilə 12-dir deyə, 3 ilə də 12-ni topladıq, 15. Yəni 3A üzərinə gəl 15, B variantı. Üçüncü, ifadəni sadələşdirin. Yəni 4x qaldı, mötərizəni vurub açırıq, 2-ni 3x-a vurduq, 6x, üzərinə gəl, 2-ni 5-ə vurduq, 10, üzərinə gəl, 10. Dəyişənləri bir qruplaşdırdıq, 4 ilə 6, 10x, 10 ilə də onu topladıq, yəni bu ikisini bir topluyoruz, bu ikisini bir, 20. Oldu 10x üzərinə gəl, 20, A variantı. Dördüncü sual. 3x üzərinə gəl 10 bölünsün 42 bərabərdir 21-də 17. Müxtəlif məxrəclidir, yəni bunların məxrəclərini eyniləşdirək. Biz 21-i məxrəci 42 olan kəsr şəklində yazmaq üçün neyinirik? 2-yə vurmalıyıq. 21 vurulsun 2. Məxrəci nəyə vurduqsa mütləq sürəti də həmin ədədə vurmalıyıq. Olur 42-də 34. Yəni onda tənliyimiz olur 3x üstə gəl 10 böl 42 bərabərdir 42-də 34. Məxrəclər bərabərdirsə, deməli mütləq sürətlər də bərabər olmalıdır. Yəni 3x üstə gəl 10 bərabərdir 34. 3x bərabərdir 34 çıx 10. 3x bərabərdir 24-də. X da bərabərdir 24 bölünsün 3. X da bərabərdir 8. Yəni C variantı. 5-ci sual. Katerin sürəti saatda, yəni V kater bərabərdir 45. Çayın axma sürəti isə bundan 9 dəfə kiçikdir. Onda V çay bərabərdir 45 böl 9, yəni 5. Katerin çayın axını ilə 8 saata axınla gedəndə, biz bundan əvvəlki testimizə dedik ki, neyinidir? Katerlə çayın sürətini topluruq. Çünki həm katerin öz sürəti var, çay da ona biraz köməklik edir, sürət çoxalır və bunu vururuq zamana. İndi bizə də T-ni də verib 8 saata deyil, 8 saat. Onda verilənləri yerinə yazsaq, 45 üzərinə gəl 5, vurulsun 8. Yəni 50 vur 8, bu da 400 kilometr. Yəni C variantı. 6-cı. Tənliyi həll edin, ifadənin qiymətini tapın. Birinci, x bölünsün, bu tənliyi həll etməliyik. Üzərinə gəl 3 tam %28 bərabərdir
bərabərdir 3 tam %62. İlk öncə x bölünsün 10 bərabərdir 3 tam %62. Yadınızdadırsa bunu demişdim. Buna bir hamısına bir x kimi baxırıq. 3 tam %62, 3 tam %28. Yəni x bölünsün 10 bərabərdir 3 tam %28'e çıxdıq 0 tam %34. İndi x-i tapanda isə 0 tam %34'ü vururuq 10'a. Onlu kəsirə 10'a, 100'ə, 1000'ə vurduqda vergül sıfırların sayı qədər sağa sürüşdürürdü. Yəni bunu bir mərtəbə sürüşdürsək olacaq 3,4. Biz x-in qiymətini tapdıq. İndi bizdən istəyir bu ifadənin qiymətini tapmaq. 5x üstəgəl 12. Yəni yazırıq 5 vurulsun 3,4 üzərinə gəl 12. Bu da 5 vurulsun 3,4'e vurduq 17 üzərinə gəl 12. O da bərabərdir 29. Yəni cavab D variantı. 7-ci sual. Atilla fikrində tutduğu ədədi 5'ə vurub, bilmirik x-dır, vurdu 5'ə, üzərinə 17 əlavə etdi. Nəticədə rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədədi aldı. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd 102. 3 rəqəmli ədəd alındı. Atilla'nın fikrində tutduğu ədədin 3 mislini tapın. Yəni biz sonda tapmalıyıq 3x-i. Çünki Atilla x-i tutmuşdu, 3 mislini dedi deyə 3 vurulsun x-i tapmalıyıq. Tənliyi həll edək. Sadə bir tənlikdir. Buradan bilirik bunu biz vurğuların yerini dəyişəndə hasil dəyişmirdi. 5x yaza bilərik. 5x bərabərdir 102 minus 17. 5x bərabərdir 102'dən 17'nə çıxdıq 85. Sonra x-i tapanda isə 85'i bölürük 5'ə. X bərabərdir 17. Bizdən 3x istəmişdi deyə 3 vurulsun 17 bərabərdir 51. Yəni B variantı. Atilla'nın fikrində tutduğu ədədin 3 misli 51. Fikrində tutduğu isə 17 idi. 8-ci sual. Aralarındakı məsafə, bir düz xətt çəkək. 510 kilometr. Buradan bura qədər məsafəmiz 510. Eyni vaxtda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Biri belə gəlir, biri də böyle. Qarşı-qarşıya. Birinci avtomobilin sürəti 90, ikinci avtomobilin sürəti isə bundan 10 km/saat az. Yəni 90 çıxılsın 10, 80 olacaq. 90 minus 10, 80. Azdır. Görüşənə kimi ikinci avtomobil neçə kilometr yol getmişdir? Bunlar gəlib hardasa görüşəcək. Məsələn, Toki gəlib burada görüşüblər. Deyir, görüşənə qədər. Demək, bunlar görüşənə qədər 90'ı müəyyən zamanda 90'ı vurmalıyıq T'yə. Üzərinə gəlirik. Yəni bu da 80'i vururuq T'yə. Bərabər olmalıdır 510'a cəmi yola. Yəni T zamanda müəyyən bir zamanda 90 km sürətlə gedib. Bu isə müəyyən, ona görə 90'ı vururuq T'yə yolu tapmaq üçün. Ümumi yolumuz da 510'dur. Burada hər ikisini 90 T ilə 80 T'ni toplasaq 170 T bərabərdir 510'a. T də bərabərdir 510 bölünsün 170'ə. 51,17, 3. İndi görüşənə kimi ikinci avtomobil neçə kilometr deyir. Biz zamanı tapdıq ki 3 saatdan sonra görüşüblər. İkinci avtomobil də 80 km sürətlə gedir daxı. Onda S bərabərdir 80 vurulsun 3, yəni 240 km. D variantı. 9. İfadəni sadələşdirin. Yazı 7'də 5, B üzərinə gəl 7'də 2, B üzərinə gəl 3, B üzərinə gəl 17.
B'ləri orta qrup kimi mötərizə xaricdən çıxaran. 7-də 5, üzərinə gəl 7-də 2, üzərinə gəl 3, 17-nin yanında B yox idi deyə qalır. B. Məxrəclər bərabər olduğuna görə sürətləri toplayırıq. 7-də 7, yəni bu oldu 3 tam 7-də 7. Mötərizəyə heç ehtiyac yox idi, yəni vurulsun 3 tam 7-də 7 yaza bilərdik. Üzərinə gəl 17, o da bərabərdir. 3 tam 7-də 7, 4 deməkdir də, yəni 4B üzərinə gəl 17. İndi B-ni verib 18, onda 4 vurulsun 18 üzərinə gəl 17, 8, 72 üzərinə gəl 17, o da bərabərdir 89. Onda cavab variantlarından ifadəmiz oldu 4B üstə gəl 17, hesabımız oldu 89, yəni B variantı. Bir dənə sualımız qaldı, 10-cu sual uyğunluq. Yenə birinci sadələşdirək sonra. Birincisində 4x üzərinə gəl 15, 3x üzərinə gəl 12. Ədədləri, dəyişənləri 1, 4x-dan 3x, 7x. Ədədləri də 1 toplayırıq. Yəni, bax, 12 ilə, 15 ilə 12 ilə. O da 27. İkinci, 2x-dan 5x-i topladıq, 7x. 17 ilə də 20-ni topladıq, 37. Üçüncüdə isə 8x-dan 3x-i 11x. 21 ilə də 5-i topladıq, 26. 7x üstə gəl 27, bu A. Sonra 7x üstə gəl 37, Y-dədir. 11x üzərinə gəl 26, bu da D-dədir. Yəni, oldu cavabımız 1A, 2Y, 3D.